Həzrəti Mehdinin xurafata qarşı apardığı elmi mübarizə. Xurafatçılıq Allahın Quranda bildirdiyi və Peyğəmbərimizin sallallahu aleyhi və səlləm yaşadığı İslamdan çox fərqli anlayışı din kimi göstərməyə çalışan sistemdir. Həzrəti Mehdi bir tərəfdən darvinizm və materializm kimi cəryanlarla ideoloji mübarizə apararkən, digər tərəfdən də müsəlmanlar arasında fəsad törətməyə çalışan xurafatçılarla elmi mübarizə aparacaq. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir hədisində din əxlaqına ən çox zərər verən başlıca qrupun özünü müsəlman kimi göstərən xurafatçılar olduğuna diqqət çəkir. Ümmətimdən başı sarıqlı 70.000 alim dəccala tabi olacaq. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm axır zamanda Quranı çox yaxşı bilən, saçları təraş edilmiş, başlarında sarıq olan bəzi insanların olacağını xəbər verir. Bu şəxslər verdikləri izahlarla din əxlaqını təbliğ edirmiş kimi görünsələr də, yanlış din anlayışları ilə oxun yaydan çıxdığı kimi İslam dinindən uzaqlaşacaqlar. Şərqdən saçları təraşlı qövmlər çıxacaq, dilləri ilə Quran oxuyacaqlar. Lakin boğazlarından aşağı keçməyəcək. Onlar dindən oxun yaydan çıxdığı kimi çıxacaqlar. Həzrəti Mehdinin düşmənləri xurafatçılar olacaq. Bu yalancı din alimlərinin Həzrəti Mehdiyə qarşı qəzəbləri elə şiddətli olacaq ki, az qala onun şəhid edilməsinə fətva verməyə çalışacaqlar. Lakin Həzrəti Mehdinin elmi çox güclü olduğuna görə buna cəsarət etməyəcəklər. Fütuhat Əl-Məkkiyyə əsərində Muhyiddin İbn Əl-Ərəbi bu vəziyyəti belə açıqlayır. Onun Həzrəti Mehdinin açıq düşmənləri füqaha, fiqh alimləri olacaq. Çünki xalq arasında hörmətləri qalmayacaq. Hətta hökmlər barəsində elmləri də azalacaq. Bu imamın Həzrəti Mehdinin zühuru ilə alimlərin hökmlərdəki ixtilaflarına da son qoyulacaq. Əgər qılıncı, elm qılıncı savadı olmasaydı, faqihlər onun Həzrəti Mehdinin ölümünə fətha verərdilər. Xurafatçılar Həzrəti Mehdinin dini dəyişdirdiyini iddia edəcəklər. Xurafatçılar Peyğəmbərimizin sallallahu aleyhi və səlləm dövründə əhl-i beytə həsəd apardıqları kimi, axır zamanda da Həzrəti Mehdiyə həsəd aparacaq və Həzrəti Mehdinin dini aradan qaldırdığını söyləyəcəklər. Çünki Həzrəti Mehdi onların batil dinlərinə, bidətlərinə görə deyil, Qurana və Peyğəmbərimizin sallallahu aleyhi və səlləm sünnəsinə görə hərəkət edəcək. İmam Rəbbani bu haqda belə bildirir. Gələcəyi vəd edilən Mehdi dinin dəyərini artırmağı, sünnənin əhyasını yenidən canlanmasını istədiyi zaman bidət əhli ilə əməlləri adətə çevirən, savab qazanma zənni ilə dini qarışdıran, dinin əslində özündə olmayan şeyləri dinin əmri olduğunu zənn edən bəzi insanlar heyrətlə belə deyəcək. Bu şəxs, yəni Mehdi, dinimizi dəyişdirmək və şəriətimizi məhv etmək istəyir. Hazreti Hasan, Hüseyin ve Hazreti Ali'yi suçladıkları suç ne biliyor musun? Sünnete uymamak. İnşallah. Hazreti Ömer'in de ehli sünnet düşman olduğuna inanıyorlar. Yani sünnete karşı olduğuna inanıyorlar. O devrin yobazları. Gayret. Bu devrin yobazları da aynı kafayla Mehdi'ye karşı olacaklar işte. Evet. Acayip haset ediyorlar Hazreti Hasan'a, Hüseyin'e, Hazreti Ali'ye, Hazreti Ömer'e. Evet. Hazreti Osman mübarek çift nurlu diyordu Peygamberimiz ona. Zünnurineyn, iki nurlu. Azılı yobaz köpekler onu da öyle yine sünnete uymamak iddiasıyla şehit ettiler. Evet. Yani böyle alçak bunlar. Böyle kahve. Şimdi de asrımızda yine bak Alevi, Vahabi düşmanlığı, Şii düşmanlığı yaparak Müslümanları bölümlere ayırarak hatta ehli sünnet, Hanefi hatta kendi tarikatinden buna rağmen öldüresiye bir nefret duyan alçak kahveler var. Xurafatçıların imanları boğazlarından aşağı keçməyəcək. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm axır zamandakı cahil alimlərin uzun uzadı danışacağına, amma izah etdikləri ilə yaşadıkları arasında uyğunluq olmayacağına diqqət çəkir. Süveyd İbn Qüflə
Axır zamanda törəmələr üzə çıxacaq, başları işləməyəcək, danışarkən çox gözəl danışacaqlar, Quran oxuyacaqlar, lakin imanları boğazlarından aşağı keçməyəcək. Hədisdən də göründüyü kimi xurafatçılar Quran ayələri ilə möminlərin fədakarlığından bəhs edəcəklər, amma yalnız öz rahatlıqlarını düşünəcəklər. Allah yolunda cəhd etməyin vacibliyindən bəhs edəcəklər, amma yalnız ailələri ilə, öz işləri ilə məşğul olduqlarına görə İslam birliyi üçün, İslam əxlaqının bütün dünyaya hakim olması üçün elmi mübarizə aparmayacaqlar. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm imanları boğazlarından aşağı keçməyəcək deyərkən bunu nəzərdə tutmuş, bu şəxslərin səmimi davranmayacaqlarını xəbər vermişdir. Həzrəti Mehdi dövründə xurafatçılıq bir dəfəlik məhv olacaq. Hədislərdə Həzrəti Mehdinin dini sonradan əlavə edilən bütün yanlış inanc və əməllərdən təmizləyərək İslam dinini Peyğəmbərimizin sallallahu aleyhi və səlləm dövründəki kimi əslinə qaytaracağı, fanatik və radikal xurafatçılara qarşı qətiyyətlə mübarizə aparacağı bildirilir. Həzrəti Mehdi dini Peyğəmbərin sallallahu aleyhi və səlləm dövründə olduğu kimi eyni ilə tətbiq edəcək, yer üzündən məzhəbləri ləğv edəcək, xalis həqiqi dindən başqa heç bir məzhəb qalmayacaq. Tabii insanlar Mehdi beklentisi yani bağnazlığın ve tutuculuğun çok yoğun olacağı bir dünya olarak bekliyor. Halbuki Mehdi'ye gösterilen reaksiyon nedeni Mehdi'nin zaten bağnaz olmamasıdır. Yani Mehdi bizim anladığımız anlamda bağnaz ve tutucu bir İslam anlayışıyla değil, üstümüzdeki zincirleri kaldıran, sıcak, sevgi dolu, özgürlükle dolu bir İslam anlayışını getirecektir. Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləm ən başda İslamı necə qoruyub saxladısa, Həzrəti Mehdi də ən sonda eyni şəkildə qoruyub saxlayacaq. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Həzrəti Mehdinin dinsizliyi və xurafatı elmi mədəni fəaliyyətləri ilə tamamilə aradan qaldıraraq dini yenidən əslinə, yəni Qurana çevirəcəyini başqa bir hədisində belə müjdələyir. Allahpərəstlik nəfspərəstliyə çevrildikdən sonra Həzrəti Mehdi gələcək və nəfspərəstliyi Allahpərəstliyə çevirəcək. Quran fikir və düşüncələrə uydurulduqdan sonra Həzrəti Mehdi gəlib fikir və düşüncələri Qurana uyğunlaşdıracaq.